Yəqin ki, bizim hər birimizə belə bir sual versələr ki, günəş şüalarının tərkibində D vitamini varmı? Yəqin ki, hər birimiz çəkinmədən bəli cavabını verərik. Amma əslində bu belə deyil. Günəş şüalarının tərkibində D vitamini yoxdur. Bu həm elmi, həm də biokimyəvi cəhətdən mümkün deyil. Bəs biz D vitaminini necə və haradan qəbul eləyirik? Belə ki, günəş şüalarının tərkibində olan ultrabənövşəyi B, UVB şüaları bizim bədənimizə, dərimizə təmas eləyərək bizim bədənimizdə elə bir maddə vardır ki, onu hərəkətə gətirir, aktivləşdirir və bunun da sayəsində bizim bədənimizdə D vitamini əmələ gəlir. Yəni D vitamini göydən düşmür. Əslində bizim bədənimiz D vitamininin fabriki hesab olunur. Bizim bədənimizdə olan bu maddənin adı 7-denitroxolesteroldur. Ona görə də günəş şüaları qəbul edən zaman diqqətli olmaq lazımdır. Günəş şüalarını həddindən artıq qəbul etməklə zərərlidir. Dalda yerlərdə də günəş şüalarını qəbul etmək o qədər də faydalı deyil. Həmin şüalar bədənimizə lazımınca çatmadığı üçün D vitamini bizim bədənimizə lazım olduğu qədər istehsal olunmur. Bəs bu barədə sizin fikirləriniz necədir? Bu tip videolar maraqlıdırsa kanalıma abunə ola bilərsiniz. Çox sağ olun.